Məhsul sahibləri və biznes analiz peşələri tədricən ləğv olunur. Necə? Gəlin baxaq. Canvas hissəyə daxil oluruq və biznes canvası seçirik. Burada yaratmaq istədiyimiz layihəni adlandırıb, ondan sonra description hissədə layihəmizin qısa əmrini yazırıq. Fərz edək ki, mən heyvanların sağlamlığı ilə bağlı bir monitorinq sistemi qurmaq istəyirəm. Əmrimi yazıram və AI agentimizdən soruşuram. Gördüyünüz kimi dəqiqələr içərisində AI agent analiz edib mənə nəticələri verir. Yəni təklifləri, həlləri, üstünlüyümüzü, qatdığımız dəyəri, rəqiblərimiz kimdir, bütün detallı olaraq bunları analiz edib qarşımıza çıxardır. Onu da qeyd edim ki, bu bizim hazırladığımız AI agentdir və siz rahat istifadə edəsiniz deyə ödənişsiz olaraq hər kəsə açıq etmişik. Həmçinin indi bu hazırladığımız layihənin gəlin flowsuna da baxaq. Yəni flowsunu da yaratmaq istəyək, görək AI-mız bizim üçün hansı flowunu hazırlayacaq. Onu da qeyd edim ki, biznes canvasın hazırlanması, flowunun hazırlanması çox uzun bir prosesdir. Günlər, həftələr alan bir mərhələdir. Amma AI agent vasitəsilə gördüyünüz kimi dəqiqələrlə flowumuz hazır oldu. Hər hansı birinin üzərinə baxsaq və içindəki ekranları detallı şəkildə görək. Budur. Heyvan məlumatları ekrana hazırdır. Gördüyümüz kimi inputlar verilib, komponentlər doğru şəkildə təyin olunubdur. Hətta database belə yığılıb və databasedəki məlumatların send yoxsa get olduğu belə dəqiq şəkildə AI agent vasitəsilə yazılıbdır. API-larımız verilib. Baxın yoldaşlar, unutmayın. Növbəti aylarda, növbəti illərdə belə AI agentlər minlərlə, 10 minlərlə olacaq. Və bu məhsul sahibi, biznes analiz peşələrində ciddi şəkildə riski artırır. Çünki onların əziyyətlə, günlərlə, həftələrlə analiz edib yazdıqları bütün flowları, işlərini 2-3 dəqiqəyə AI agentlər görür. Yəni məhsul sahibi və biznes analiz ixtisasına yönəlmək böyük riskə getmək deməkdir. Bu hələ bitmədi. Gəlin növbəti etapa da baxaq. İndi isə kodların generasiya hissəsinə daxil oluruq və istənilən proqramlaşma dilini seçərək bayaq yazdığımız layihənin kodlarının generasiyası olunmağını istəyək. Və budur nəticə. Bu artıq yoldaşlar yeni bir dövrdür. AI agentlərin işimizi sürətləndirdiyi, bir çox peşələri risk altına atdığı bir dövrdür. Bəs hansı peşəni seçsək daha doğru olar? Təbii ki, robotu da, insanı da, bütün bu layihələri də idarə edəcək hər zaman düşünən beyinə ehtiyacı var. Və güclü şəkildə düşünən beyinə güclü olana ehtiyacı var. Bu da AI PM-lər olacaqdır. Və biz sizə bu yolda həm yol göstərə, həm də praktik şəkildə dəstək ola bilərik. Onu da qeyd edim ki, belə AI sistemlər şirkətlərin daxili sirridir və kənara çıxarılmır. Amma biz sizə gələcəyini doğru qurmaq istəyənlərə bu sistemi açıq təqdim edirik. Yeni dünyaya, yeni dövrə xoş gəlmisiniz.